Qonağımızla birlikdə müzakirə aparacaq. Qonağımız klinik psixoloq Rövşən Nəcəfovdur. Mövzumuz da çoxdan görmək istədiyiniz və arzuladığınız insanlarla bağlıdır. Bunun psixoloji aspektdən də yanaşacaq, ümumi mövzunda müzakirə edəcək. Öncəliklə xoş gəldiniz. Xoş gününüz olsun, yorulmayasınız. Necəsiniz? Çox sağ olun, yaxşı. Siz necəsiniz? Şükür biz də yaxşıyıq, yavaş-yavaş. Çox təşəkkür edirəm, minnətdarım. Biz niyə keçmişin həsrətini yaşayırıq? Sual keçmişə bağlılıqla bağlıdır. Çünki keçmiş güclüdür. Ona görə ki, keçmiş bizə dərs verir, keçmiş bizə təcrübə verir. Və biz bəzən boşluğumuzu keçmişlə doldurmağa çalışırıq. Burada əsas məsələ vərdişin hər şeydən vacib olduğu və hər şeydən qabaqda olduğunu görməyimizdir. Yəni, vərdiş istənilən emosiyadan daha güclüdür. Çünki vərdiş etdiyimiz şeyin bəzən adına sevgi deyirik, bəzən adına doğmalıq deyirik, bəzən adına qohumluq deyirik. Və burada keçmiş o qədər emosiyalara bağlıdır. Çünki bugünkü məni yaradan sənin keçmişindir. Ona görə biz keçmiş üçün darıxırıq və keçmişdən danışırıq. Bu bütün münasibətlərdə belədir. Məsələn, Turgenevin Atalar və Oğullar əsərində də bu var. Yəni, yeni nəsil köhnə nəsillə mübarizə aparır. Yəni, bugün keçmişlə mübarizə aparır. Nəyə görə? Çünki bugün həmişə gələcəyə can atır, amma keçmişə bağlıdır. Çünki sabahlarım bugün keçmiş olacaq. Bir növ nəsə gözləyirik keçmişdən. Gələcəyimizlə də bağlı bir addım atalım. Psixologiyada, məsələn, Gestalt deyə bir travmalar anlayışı var. Yəni, məsələn, deyirlər, Gestaltı bağlamalısan. Çünki bu da keçmişlə bağlıdır. Hansı ki, sən o Gestaltı tapanda və onu bağlayanda bugün özü daha rahat hiss edirsən. Çünki biz hər zaman həyatımıza kaşlar yığırıq. Kaş. Bu yaşda olsaydım, bunu edərdim. Bu vaxtı bu qərarı verərdim və yaxud da münasibətlərimdə bu addımları atardım. Ona görə də və ora elə bir anlayış, elə bir inanc, elə bir düşüncə yoxdur ki, keçmişi dəyişə bilsin. Amma çox yaxşı bir ifadə var, bilmirəm hardan oxumuşam, bəlkə də müəllifi də heç yaşamır, bəlkə də heç müəllifi olmayıb. Bağışlamaq keçmişi dəyişmir, amma gələcəyi dəyişir. Ona görə biz psixologiyada yanaşmalarımız da daha çox gələcəklə bağlı yanaşırıq. Yəni, və bunu motivasiya edici yox, rasional olaraq gələcəyə baxmaq. Yəni, sən keçmişə çiynini söyküb gələcəyə baxmalısan. Yəni, keçmiş güclü olsa da zaman gələcək üçün işləyir. Xüsusi məni maraqlandıran məqam, az əvvəl sizin diqqətinizə çatdırdım müzakirə aparanda. Biz izləyicilərimizə bu sualı ünvanlayanda izləyicilərimiz demək olar ki, %99%-i həyatını dəyişən valideynlərini istəyirlər, görmək istəyirlər, arzulayırlar onu. Və az əvvəl bir misal çəkdim ki, misal Finlandiyada uşaqlar 18 yaşından sonra valideynləri öz həyatlarını qurmaq üçün sərbəst buraxırlar. Amma bizdə 30-35 yaşına qədər demək olar ki, deyirlər Azərbaycanda ailə həyatı quranda əslində ailələr birləşir. Sevgidən daha çox ailələrin bir-birinə uyğunlaşması məsələsi gündəmdədir Azərbaycanda. Hansı model daha uyğundur və bizdə bu model tətbiq edilsə, yəni bu bilsiz necədir? Finlandiyada uşaqlar 22 yaşında, artıq valideyn bilsiz necədir? Onu dünyaya gətirdi, bu yaşa qədər böyütdü, bitdi. Bizdə o düşüncəyə gəlmək prosesi necə ola bilər? Mən necə düşünə bilərəm ki, valideyn məni bu dünyaya gətirdi, mən evləndim, artıq bitdi, mən öz həyatımı qurmalıyam. Valideyn bitdi, valideyn dönəmi bağlandı. Çox bağlılıqdandır bəlkə. Burada əsas məsələ nədir? Finlandiyada valideyn övladına mülkü kimi baxmır. Azərbaycanda valideyn uşağına mülkü kimi baxır, özünün yarımçıq arzularını reallaşdıracaq bir anlayış kimi baxır, bir nəsnə kimi baxır. Ya ona görə də Azərbaycanda valideyn məsələn nə deyir? Otursun dizimin qırağında. Və yaxud da bu günlərim bir valideyn uşağına şiddət göstərsə, başa düşmür ki, dövlət o uşağı onun əlindən ala bilər. Çünki sən qanunla onu tanış eləyəndə, o başa düşür ki, uşaq heç onun da deyil. Yəni, uşaq sənin müəyyən bir onun dünyaya gəlməsində iştirakçı olduğun bir anlayışdır, bir fəlsəfədir. Amma sən bu günlərim uşağı öz arzuları var, öz xəyalları var uyğun, böyüt. Ondan sonra ki, mən ona görə investisiya edirəm ki, o sabah mənə baxsın. Və yaxud da sizin dediyiniz kimi asılı vəziyyətə sal ki, məsələn, tutaq ki, müəyyən bir yetkinlik yaşında uşaq hər hansısa bir həyatı ilə bağlı qərarlar vermək istəyir, addımlar atmaq istəyir, yenə də gəlib valideyndən maddi və ya mənəvi dəstək alır. Yəni, mənəvi dəstək başa düşmək olar, insan hər zaman məsləhətləşməyə ehtiyacı var, hər zaman dəstəyə ehtiyacı var. Amma maddi dəstəyə gəl, bu gündən müəyyən bir yaşda övlad gəlib valideyndən maddi dəstək istəyirsə, bunun günahkarı valideyndir. Çünki valideyn onu həyata hazırlamayır. İnsanın
ilk və müqəddəs peşəsi yaşamaq olub. Həyatda qalmaq. Yəni biz hər şeyi deyirik, yaşamağı unuduruq. Bizim axı vəzifəmiz, bizim işimiz yaşamaqdır. Həyatda qalmaq. Yəni bunlar hamısı bir insan beyninin məhsullarıdır. Bəs yaşamaq hisslərlə, duyğularla, sevgilərlə bütünləşmir ki? Bir növ Onlar da insan düşüncəsinin məhsulu deyil ki, o hisslər, o emosiyalar. Biz vermişik onun adını. Məsələn, valideynlər, bizim valideynimizə qarşı böyük sevgimizin olması bizə nə kimi mənfi? Hansı sevgidir o valideynə qarşı? Bugün həqiqətənmi Azərbaycan cəmiyyətində insanlar valideynə sevgi aşılayır? Bizdə sadəcə olaraq öləndən sonra qətir bilinir. Bizdə nə bilim, yeyib içəndən sonra valideyn yada düşür. Hörmət əməldə olmalıdır, ifadədə yox. Mən, məsələn, bir yeniyetmə deyir ki, mənim valideynimə kimsə küçədə təhqir etsə, onu öldürərəm. Amma evdə valideynin üstünə səs tonunu qaldırır. Nə qədər səmimidir o adam. Bizdə hər şey ifadədədir, əməldə yoxdur. Bu, bütün münasibətlərdə belə. Məsələn, səni sevirəm, 100 dəfə deyə bilərəm. Amma bunu əməlimdə göstərmirəmsə, o ifadənin heç bir əhəmiyyəti yoxdur. Hiss etmək lazımdır. Rasionallıq olmalıdır. Burada bilirsiniz, bütün toqquşmalar nədə yaranır? Reallıqla ideallıq bir araya gələndir. Sənin bir gözləntin var, amma qarşı tərəfin o gözləntindən ümumiyyətlə xəbəri yoxdur. O zaman nə yaranacaq? Münaqişə. Yəni, önəmli, biz bir də bu pəncərədən baxmalıyıq. Biz əgər bu günlərim, bilirsiniz, bu pafosdur, biz valideyni sevirik, Azərbaycan, nə bilim, gənci, mən bu şeylərdən çox qaçıram. Çünki rasionallıq bizim üçün çox önəmlidir. Biz pasiyentə rasionallıq verməliyik ki, özünü avtomatik düşüncələrin reallığını sorğulayıb ayaqda qala bilsin. Buyurun. Uşaq böyüyür, valideyndən asılı olur. Bəlkə onun o qayğısı, valideynin yəni uşaqlıqdan göstərdiyi qayğı ilə böyüyən uşaq azad ola bilmir. Böyüyür və müstəqil fikirləri, müstəqil ümumiyyətlə həyata baxışı olmur. Hər zaman gəlir valideynindən məsləhət alır, valideyninə bağlılıq. Yəni bu fərd, hamıya şamil deyil də. Siz dediyiniz fikirlər bu bütün ailələrdə belə deyil. Fərqli yanaşmadır. Təbii ki, biz... Yəni biz necə uşağı sərbəst böyüdək? Uşağı, məsələn, seçimlərindən seçim verəcəksən. Məsələn, tutaq ki, uşağa, kiçik bir yaşlı uşağa ayaqqabı almalısan. Sənin seçəcəyin 4 ayaqqabını özün seçirsən, sonra 4-cüsündən uşaq sevdiyini seçir. Sənin üçün də bunun heç bir önəmi yoxdur. Həm sən seçdin, həm o seçdi. Seçimi başlayırsan öyrətməyə. Çox sadə uşaq tərbiyələri var. Bizdə, məsələn, qadağa ən gözəl tərbiyə üsuludur. Olmaz. Yəni, bir uşağa davamlıca olmaz deyənməzsən. Belə bir şey yoxdur. Ona görə, məsələn, Yapon cəmiyyəti uşağı 6 yaşına kimi nə deyir Yapon? Deyir ki, uşaq sənin Allahındır. Məsələn, biz psixologiyada deyirik valideynə ki, uşaq qanmazdır 6 yaşına kimi. Deyir, sən mənim uşağıma niyə qanmaz deyirsən? Deyir, bax, gəl izah edim sənə. Əgər sən onu döyürsənsə, ona şiddət tətbiq edirsənsə, üstünə qışqırırsansa və 5 dəqiqə sonra gəlib sənin qucağında oturursa, o qanmazdır. Yəni, bunu mən etsəm, mən onu etmərəm, elə deyilmi? Biz burada bugün hər hansı bir mübahisə yaşasa, ən azından müəyyən bir müddətdə birbirimizi danışdırmarıq. Az əvvəl biz rasionallıqdan danışdıq. Hər şey rasionallığa bağlasaq, uşaqlar öz mərhəmət hissləri, duyğu və məntiqlə idarə etmək, bu balansı qorumaq çətinləşir axı. Onu necə təyin edə bilərik? Reallıqda heç vaxt heç nə çətin deyil. İnanın mənə, insan qərar verəndə nə qədər emosional verdiyimiz qərarların hamısı səhvdir. Siz fikir vermişsiniz. İnsan emosional nə qərar verirsə, deyirlər bizdə məsələn bəzən motivasiya edici kitablar, nə bilim filmlər, nə bilim hər hansısa birində qısa videolar olur sosial platformalarda. Orada nə deyirlər? Risk et. Nəyi risk et? Sən riskə hazır belə deyilsən. Sən hər hansısa bir maddi yükü düşüncəndə belə formalaşdırmamısan, amma sən milyonçu olmaq istəyirsən. Heç bilmirsən o milyon nə deməkdir? O milyonun hansı məsuliyyəti var? Bilirsiniz, burada bir yaxşı bir ifadə çıxır ortaya ki, insan xoşbəxtliyə hazır olanda xoşbəxt olur. Sən nə qədər hazırsansa, o qədər də xoşbəxtsən. Bəs arzulamaq, başarmağın yarısı deyilmi? Deyil. Artıq deyil. Arzulamaq, istəmək, patoloqa baxıb, ruslar demiş, hər hansısa bir düşüncə formalaşdırmaq, bunlar deyil. Hərəkət. Komfort zonavı pozacaqsan. Əziyyət verəcəksən özünə. Başqalarından az yatacaqsan. Bəzən abituriyentlər sual verir ki, necə eləyək 700 bal toplayaq? Az yatacaqsan, deyirəm, çox test işləyəcəksən, çoxlu test əzbərləyəcəksən. Başqa yolu yoxdur. Və yaxud da necə eləyək uğurlu qazanır? Biri var, dünyaya deyək ki, şanslı gəlirsən, sadə dildə desə, gözü açmırsan, bir
Lord ailəsidir. Və atanla anan mübahisə edir ki, biz yeni ili Londonda yoxsa Parisdə keçirək. Görün nə gözəl mübahisədir. Siz də orada atamız, anamıza şiddət göstərər? Deyil. Bəli. Və bir dəfə sən gözünü açmısan ki, artıq bir mübarizənin içindəsən. Resurslarını bilirsən. Buna deyirlər rasional baxmaq. Heç kim gəlib sənin həyatını xilas edəsi deyil. Heç valideynlərin sənin həyatını xilas edəməyəcək. Heç kim gəlib sənin yanında durası deyil. Heç kim əbədi deyil. Heç kim yəni hər gün maddi istehsalatla məşğul deyil. Yəni belə bir şey yoxdur. Rövşən bəy, psixoloqların bir-birindən fikirləri ayrılır. Bəzi psixoloqlar deyir ki, yəni bu az əvvəl dedim, başarmaq, arzulamaq başarmağın %50-sidir deyək. Siz fərqli aspektdən yanaşırsınız, digəri fərqli aspektdən. Bir vətəndaş kimi, bir arzu istəyi, gələcəyini qurmaq istəyən gənc kimi mən hansının fikirlərini üstün tutmalıyam və necə fikirləşməliyəm ki, siz daha haqlı mövqeydəsiniz, yoxsa digər oponent? Digər onu ifadə edən psixoloqun mütləq diplomunu soruşun ki, diplomu var ya yox. Çünki məsələn NLP baxışı, motivasiya edici, psixologiyada motivasiya yoxdur. Və maksimum bir seansda sən motivə edici hər hansı bir təlim keçərsən. Psixologiya sənə belə hər hansı bir gülüstanlıq yaratmır. Psixologiya rasionallıq verəcək. Düşüncə cərrahiyyəsi edəcək. Sənə düşüncə reseptləri verəcək ki, belə yox, belə düşünəcəksən. Avtomatik yaranan düşüncənin reallığını sorğulayıb, yerinə müsbət düşüncələr verib, səni artıq daha həyata daha rasional və psixoloji immuniteti güclü olan bir şəxsiyyətə çevirir. Bir psixoloq, psixoterapiyada. Amma hər hansı bir kontekstdə konsultasiya edən bir psixoloq və yaxud da özünə psixoloq deyən insanlar, o insanlar sadəcə olaraq insanların boşluqlarından istifadə edib danışırlar. Məsələn, bugün xüsusən də sosial platformalarda deyirlər ki, müəyyən videolar yayılır ki, bəs orada tutaq ki, uğur siz dediyiniz kimi düşünmək artıq uğurun yarısıdır və yaxud da sən böyük adamsan. Bunlar siz səni təhrik edir olmadığın şeylərə. Zaman itirirsən, bir neçə kitab oxuyursan və düşünürsən ki, kimsə gəlib qapını döyüb, aha, salam əleykum müəllim, əlimizdə 1 milyard pul var, xərcləyə bilmirik. Dur gedək onu xərcləyək. Belə bir şey yoxdur. İzləyici sualı var burada. Hipnozla keçmiş acılarını, xatirələrini, sevgi acısını unutmaq olarmı? Ümumiyyətlə, hipnoz çox mübahisəli bir məsələdir və mən hipnoza inanmıram. Çünki elmi hipnoterapiya və hipnoz fərqli anlayışlardır, əziz izləyicilər. Hipnoz odur ki, insan əgər seans vaxtı psixoterapiyada özünə belə etiraf etmədiyi düşüncəni sənə etiraf edirsə, bu demək sən ona hipnoz etmirsən. Sevgi hipnoz deyilmi? Tanımadığın insan üçün ölümə gedirsən. Desən, sənin üçün ölərəm. Bu hipnozdur axı. Xeyr, posttraumatik stres pozuntusu deyirlər buna. Travma sonrası şəxsiyyət dəyişikliyi deyirlər. Hansı ki, bunu hipnozla silmək olmur. Bu daha çox kognitiv davranış terapiyası, yəni CBT ilə tənzimlənir. Müəyyən bir yola çıxmaq lazımdır. Əgər təşviş idarə olunmaz haldadırsa, mütləq medikamentoz, yəni psixiatrik müdaxilə lazımdır. Qətiyyən hər hansı bir psixi pozuntunuzda nevroloqlara müraciət eləməyin. Yəni nervi və nevro başqa anlayışlardır, o xətləri çəkməyi öyrənin. Yəni bizdə nervisi var, getsin nevroloqa, belə bir şey yox. Yəni nervi gedir psixiatri yanına. Bu məsələdə yanaşmada bizim izləyicimizə demək istəyirəm ki, mütləq ki, birinci növbədə klinik müsahibədən keçmək lazımdır. Yəni hansı ki, sizə orada ciddi suallar veriləcək. O suallardan sonra müəyyən olunacaq ki, siz həm də dərman müalicəsi almalısınız, ya yox. Daha ağır vəziyyətdə stasionar yatar pasient. Buyurun. Biz mövzu üzərindən getsək, deyirik ki, insanlar uzun zamanda görmədiyi kimləri arzulayırlar. Biz ümumiyyətlə birilərini görməyi niyə arzulayırıq? Bu həm də vərdişdir, bəy. Yəni, bəzən vərdiş sevgidən daha güclüdür. Əgər 15 il keçib, 20 il keçib üstündən, onu niyə vərdiş alır? Deməli, bizim o keçmişlə bağlı doldurmaq istədiyimiz bir boşluq var. Biz o boşluğu doldurmaq istəyirik. Bəzən olur ki, 10 il əvvəl sizin dediyiniz kimi. Bəlkə bir maraqdır. Nə maraq ola bilər? Sadəcə maraqdır ki, görüm necədir, vəziyyəti necədir. Onu dedim axı, keçmişlə bağlı o boşluğu doldurmaq niyyətidir. Elə maraq da ondan yaranır. Həmin boşluğu doldurmaq. Yəni biz bəzən keçmişə baxanda nəyi xatırlayırıq ən çox?
özümüz üçün yaxşı olan şeyləri. Məsələn, travmaları harda görür insan keçmişlə bağlı? Seansda, psixoterapiya prosesində. Amma belə də biz maksimum dərəcədə keçmişdən pozitiv nələrsə xatırlayırıq. Bu da həmin anlayışdır ki, hətta nifrət etdiyin insanı belə sən keçmişdə xatırlayanda istəyirsən ki, maraqlansan ki, bu insan hardadır, nə edir, doğrudanmı həyatda istədiyi şeyləri edə bildimi və yaxud da məni görsə nə düşünür. Əsas məsələ bizə olan baxışıdır onun. Yəni, hansı pəncərədən o bizə baxır. Əslində, burada xüsusi məqamlar ortaya çıxır ki, insanlar bu boşluqları doldurmaq üçün həmin şəxslərlə maraqlanmağa çalışırlar. Bəs dünyasını dəyişən insanları görmək arzusu bu nədən qaynaqlanır? Burada məsələn biz psixologiyada yas terapiyası anlayışı var. Məsələn, orada əgər bir şəxsin yası bir ildən məsələn çox çəkirsə, biz artıq orada müşahidəni bu cür qururuq ki, bu adam sağollaşa bilməyib və yaxud da hansısa bir onunla olan problemi var, onu həll etməlidir. Çünki itirəndən sonra axı problemlər çox kiçilir axı adamın gözündə. Hansı ki, bəlkə də bugün valideynini itirən insanlar hansı ki, çox böyük bir təşvişini ifadə edir və yaxud da hər hansı bir emosional partlayışlar eləyir. Hansı ki, müəyyən bir yaş dövrüdür, bəlkə də ürəyində valideynlərin ölüm belə arzulayıb. Çünki avtomatik düşüncə var da, yəni valideyn bəzi şeyləri sənə qadağa qoyanda beynindən nə keçir? Ona biz deyirik, avtomatik düşüncələr bax odur. Bəli, psixotik halda o davam edir. Məsələn, normalda biz bu günlər çöldə bir mübahisə eləsə, beynimizdən nə keçəcək? Hətta çox aşırı təhqirlər ifadə edə bilərik. Avtomatik düşüncə. Amma bu emosiyasını idarə edən insan necə olur? Başlayır onun reallığını sorğulamaq. Davet etsəm nə baş verəcək? İş gedib, psixologiyanı həmişə deyirəm, sərhədi hüquqa qədərdir. İş gedib orada dayanacaq. Yəni, burada artıq başqa mənzərə yanacaq. Amma ölən insanları xatırlamaq və onları arzulamaq, yəqin ki, İnsan kimlərsə doğmaları öləndən sonra yəqin ki, insan onlarla nəyisə etmədiyi üçün çox bir peşmançılıq olur onun içində. Məsələn, xüsusən də müharibə sonrası şəhid anaları ən çox övladları ilə sağollaşa bilmədikləri üçün bu travma sonrası stresi keçirirdilər. Terapiya, yas terapiya adlanır. Necə, yəni bu Posttraumatik stres pozuntusudur diaqnoz. Bir də travma sonrası şəxsiyyət dəyişiklikləri. Yəni burada biraz protokol qaydalarına uyğun danışıram. Bəli, yas terapiyasında bir anlayış var. necə olur o proses? O proses biraz işin içində emosional bağlılıq olur, rasional düşüncə olur. Çünki insan elə bir varlıqdır ki, dünyaya gəldiyindən ölüm ona çox yaxın olur, amma heç vaxt ölümü düşüncəsinə yaxın tutmur. Məsələn, kognitiv davranış terapiyasında bir düstur var. Məsələn, düşüncə, inanc, qorxu bərabərdir ölüm. Düşüncəni dəyişirsən ki, ölümə münasibətini dəyişirsən. Burada ölüm təkcə fiziki deyil, həm də mənəvi ölümdən söhbət gedir. Bizim bütün inanclarımız, yəni emosiya və davranışlarımız qorxuya görə formalaşır. Qorxu var onun sonunda. Ümumiyyətlə, bütün hisslərimiz başında qorxu durur. İnsan bu qədər texnologiyanın inkişaf etməsi, bu qədər elmin inkişaf etməsinin bircə dənə sözlə ifadə etsəz, mən desəz ki, Rövşən, ifadə et, deyərəm, bunun adı qorxudur. necə üstəsindən gəlsin o insanın? Bir də biz deyirik ki, məsələn, kognitiv davranış terapiyasında deyilir ki, düşüncəni dəyişir ki, qorxuya münasibətini dəyişsin. Mən deyirəm ki, biraz da genişləndirəcək. Düşüncəni birinci idarə et ki, sonra dəyişə biləsən. Çünki bu insanın iş həyatında da belədir, ictimai həyatında da belədir. Biz idarə edə bilmədiyimiz heç nəyi dəyişə bilmirik. Fikir vermişsiniz? Bu hətta vəzifədə də belədir. Sən idarə edə bilmədiyin heç nəyi dəyişəmirsən. Yəni, yaxşı halda tənqid eləyərsən. Yəni, insan düşüncəsi də elədir. Yəni, onu da idarə eləyəcəksən. Avtomatik düşüncə gələn kimi reallığını sorğulayacaqsan, yerinə alternativ düşüncələr verəcəksən. Məsələn, biz psixoterapiyada düşüncə jurnalı deyə bir ev tapşırığı var. O insan gedir, o tapşırıqları eləyir. Məsələn, mən psixoterapiyaya yəni, bir düşüncə cərrahiyyəsi kimi baxıram. Çünki mənim ev tapşırıqlarım var. Suallarım var, sorğularım var. Bunu cavablandırmalıyam. Psixologiya ayağımı atdım, ayağımı əlimi qoydum çənəmə. Gəldi o da bütün axmırını, nəfsini tökdü, üstümə çıxdı, getdi. Belə bir şey yoxdur. Yəni, yaxşı dinləyici, yaxşı psixologdur. Bunlar klişelərdir. Yəni, bunlar peşəkar ifadələr deyil.
Səhifəmizdən bir şərh var, yazıb. Xanım yazıb ki, mən hardasa 1 ay 10 gün olar ki, sevgilimdən ayrılmışam. Sonuncu dəfə molda onu bir qızla görmüşəm, unuda bilmirəm, Əmin hanım. Yenə sevəcəksiniz. Yenə bu hadisələr olacaq. Alışacaqsınız, sevgiyə də alışacaqsınız. Hər zaman daha yaxşısı, daha pis olur. Baxın, gördünüz, onun avtomatik düşüncəsinin reallığını sorğuladım. Alternativlər təklif elədim. Reallığını sorğulamaq nə idi? Yenə sevəcəksən, onsuz da. İnsan həmişə sevə bilir. Yəni, insan həmişə emosiyalar olur. Deyirlər Hər ki, zaman, deyirlər ki, həyatda bir dəfə sevirsən. və yaxud da 7 dəfə insan aşiq ola bilər və s. Kim yazıb onu, harada yazıb, hansı istinaddır, hansı təcrübədir? Psixologiya nədir buna? Yəni birinci dəfəki sevgi kimi yaşamırsan da digər sevgilər. Gəlin belə deyək də, birinci dəfədə bu niyə bizim üçün xoşdur? Məsələn, niyə valideynlərimizə hissimiz başqalarından daha üstündür? Doğma deyirik. Məsələn, atan olmaq ayrıdır, valideyn olmaq ayrıdır. Elə deyilmi? Çünki ilk hisslər və emosiyalar onlarla yaşadığın üçün onlar sənə doğmadır. Yəni uşaq evində böyüyən insanlarla mənim pasiyentlərim olublar. Yəni heç də onlar bizdən geri qalmırlar. Yəni onların da bizim valideyn üzərində qurduğumuz emosional bağlılığı assosiasiya ediblər başqa münasibətlərə. Rövşən bəy, biz öz münasibətlərimizdə problemlər yaşayırıq. Əvvəllər məktəb vaxtı bizə belə deyək, müəllimələri elə təqdim edirdilər ki, biz elə bilirdik ki, Allah da onlar yemir, içmir, yatmır. Bu düşüncə formalaşmışdı. Çox gözəl. Psixoloqlara qarşı da biz belə fikirləşirik ki, psixoloqların münasibətlərində heç cür problem olmur. Onlar hər şeyi bilirlər, hər şeyi. Çünki gələn insanları, bu pasiyentləri bu insanlar idarə edib düzgün yol göstərirlər. Düzgün yol göstərən insan özü necə yanıla bilər? Ümumiyyətlə psixoloqlar münasibətlərində yanlış addım atırlarmı? Bunu necə dəyərləndirirlər? Hansı zamanda başa düşürlər? Və özləri psixoloqa müraciət edirlər. Bəli. Biz superviziya alırıq. Biz özümüz müəyyən bir vaxtdan sonra psixoterapiya alırıq. Psixoloq da psixoloqa müraciət edir. Çıxın bu klişelərdən. Psixoloqun psixoloqa ehtiyacı var. Təbii ki, var. Çünki mənim işim 6-da bitir başqaları kimi. Yəni, mən məsələn emosional insanım. Deyirəm ki, stomatoloqun diş ağrımırmı? Ağrıyır. Biz də məsələn bəzən hətta medikamentoz müdaxilələr də alırıq. Bu normaldır. Mənim oxuduqlarım və öyrəndiklərim o 1 saatlıq seans müddəti üçündür. Bizdə qeyri-peşəkar psixoloqlar, yəni həyat tərzi 7-24 belə bir filosof vida alıblar. Mən ona iş kimi baxıram. Yəni tamam, yəni psixologiya elə bir sahədir ki, bu sizin sahədə də belədir. Mediada o qədər informasiya qəbul edirsiniz ki, artıq ehtiyatınız, qorxunuz, həyata baxışınız hər kəsdən fərqlidir. Çünki gündəlik informasiya alırsınız, jurnalistsiniz. Bizdə də bu da bizim həyatımıza yansıyır. Amma bunu çalışmaq lazım, şəxsi həyat ora qatmaq olmaz. Mənim oxuduqlarım həmişə deyirəm, o 1 saatlıq seans üçündür. Mənim 7-24 həyatım o elə ola bilməz. Yəni sən psixoloqsan, niyə əsəbləşirsən? Necə yəni? Mən də insanam. Yəni tamamilə. Yəni psixoloqlar da bizi kimi münasibətlərdə yanlışa yol verirlər. Yəni təbii ki, yanlışa da yol verirlər. Psixoloqların özlərində bir bəzən psixoz halı keçirirlər, müvəqqəti də olsa. Amma biz çalışırıq ki, psixoloji immunitetimizi gücləndirək. Məsələn, mən həm Səhiyyə Nazirliyi 2 nömrəli klinik psixiatriya xəstəxanasının klinik psixoloquyam. Həm də psixoloq elmi tədqiqat institutunun əməkdaşıyam. Mən də antidoping intizam komitəsinin üzvüyəm. Hər birisində mənim başqa-başqa profillərim var. Və bu profillərdə çalışıram ki, bunu öz şəxsi həyatıma çəkməyim. Çünki şəxsi həyatıma bunu çəksəm, insanlara yanaşmam fərqli olacaq və başlayacaq şəxsiyyət dəyişiklikləri. Rövşən bəy, bizim münasibətlərdəki yanlışları görən psixoloqlar öz münasibətlərindəki yanlışları görürlərmi, yoxsa onlar da psixoloqa gedib o şəkildə öyrənirlər həmin prosesləri? Ümumiyyətlə münasibətlərdə yanlışlar nə zaman yaranır? Psixoloji uyğunsuzluq olanda. Əgər iki şəxs arasında psixoloji bu qədər, bu gün Azərbaycanda boşanmaların sayı statistik çox yuxarıdır. Bunun bircə dənə səbəbi var. Psixoloji uyğunsuzluq. Başqa bir şey deyil. Yəni maddi, mənəvi hər hansı bir nüanslar burada tətikləyici faktordur. Niyə sonradan çıxır üzə? Əvvəldə belə bir problemlə qarşılaşır. Burada məsələ budur ki, insanlar əvvəldə özünü bayaq çıxışımın əvvəlində dedim ki, ideallıqla reallıq toqquşanda bu. Çünki ilkin olaraq hər kəs bir-birinə ideal göstərir. Siz məni necə görmək istəyirsinizsə elə görürsünüz. Amma reallığa keçəndə artıq məni görmüş olursunuz. Bəli, məni görmüş olursunuz. Və insanlar da bir-birini çalışır dəyişsin. Mən deyirəm ki, dəyişməyin. Sən axı məni sevəndə mən
belə idim axı. Niyə mən indi dəyişirsən ki, indi üzünü qırx? Niyə? Axı mən 30 ildir bununla yaşayıram. Və məni bu şəkildə qəbul etməlisən. Sən məni görəndə belə sevmişdin. İndi deyirsən ki, mənim sevgim səni dəyişsin. Ya bu siz nə qədər gözlənti ola bilər ha, onun da haqqıdır. Gözləntilər və yalanlar çıxır ortaya, örtbasdırlar. Hər biri yığılır, sonra da Yığılır, yerdə partlayır. partlayır. Və bizdə mədəniyyət yox. Bizdə məsələn ayrılmaqla bağlı bir mədəniyyət yoxdur. Yəni, Ona görə cinayətlər var, məişət zorakılıqları var. Ya bu Qərbdə belə deyil. Yəni Qərb ailə institutları ona görə bu qədər dağılmalar olmur. Çünki evlilik orada hüquqi addır. Münasibətin hüquqi adı evlilikdir. Yəni bir Biz problem nəyirik, varsa, məna yükləyirik ona. yəni Bizim bir problem cəmiyyət varsa bunu qəbul bunu düzgün şəkildə oturub danışıb həll edə bilmiriksə, artıq yolu gəlir boşanmaya çatmalıdır ki, hər hansı bir problem. Boşanma da bəzən çıxış yoludur axı. Yəni Boşanma da çıxış yolu. Amma Məsələn çoxsu deyirlər belə ki, başa düşmür. hə uşaq travmalı. Qarşı tərəf Uşaq evdə bütün gün ata-ana obrazını görüb dava qırğın görürsə, o daha böyük travma olur. doğrudur. Onsuz da bütün hallarda bizim həyatımızda baş verən mənfi və müsbət halların hamısı travmadır. Yəni sən onu necə mənalandırırsansa, o cürdə yanaşma olur. Yəni məna yüklədiyimiz hər şey fəlakətə çevrilir. Bu şeyə çox Peki, diqqət son edin. olaraq tamaşaçılarımıza nə demək istəyirdiniz mövzu ilə bağlı? Həm də bayaq dediniz bağışlanma, məsələn, keçmişi burax ki, bağışla ki, gələcəyi daha aydın, daha yaxşı yaşayasan. Bu biz deyirik ya ki, mən bağışladım keç. Bunu biz nə qədər dərk eləyirik? Bu dediyimiz sözləri nə qədər dərk eləyib və fərqinə varırıq bunun? Siyasi olaraq Ernesto Che Guevara'nın düşüncələrini sevməsəm də onun çox yaxşı bir ifadəsi var. Realist ol, mümkün olmayanı arzula. Yəni biz nə olursa olsun resurslarımıza baxıb gələcəklə bağlı düşüncələrimizi sorğulamalıyıq. Əgər həqiqətən də özünüzə obyektiv baxa bilmirsinizsə, mütləq mütəxəssisə müraciət edin. Və mütəxəssisə müraciət edəndə onun diplomunu da istəyin, bu sizin haqqınızdır. İnsan öz-özünün psixoloqu ola bilməz. Biz həmişə onu deyirik axı. Olmaz. Çünki insan öz-özünün psixoloqu olsa obyektivliyi itəcək. Çünki özün psixoloqun olanda tərəf tutacaqsan. Ən yaxşısı nədir, sənə sərf edən nədir, onun tərəfini tutacaqsın. Amma obyektiv baxış, kənar baxışda, onda insan öz-özünün dişini çəksin, əməliyyat eləsin. Amma özünü dərk, insan daha yaxşı özünü dərk edir, psixoloqdan. Bəzən, yox, deyil. İnsan öz-özünü dərk edə bilməz. İnsan öz-özünü dərk edəndə tərk eləyir. Baxın, söz oyunu eləyəcəm burada. Yəni Mütləq ki, özünü dərk eləyəndə siz fikrinizdə qala bilərsiniz, amma bu real deyil. Yəni, psixologiya bizim əsas işimiz. Bayaq bir məqam dediniz ki, psixologiya yol göstərən deyil. Biz yolu pasientlə bir yerdə gedirik. O yolu göstərən falçadır. Biz yol göstərən deyilik. Biz seçimlər, qarşı tərəfin seçimləri içindən seçimi göstərənik. siz bütün qurulan o stereotiplər, hər şeyi dağıtdınız. Artıq öz psixoloqumuz deyilik. Artıq psixologiyada əslində İnsan öz-özünün psixoloqu deyil. Belə deyək, motivasiya demək olar ki, psixologiyada bu ilk pasiyentlə birinci görüşdə maksimum motivasiya ola bilər. Oturub daxmanda sən böyük villalar arzulama, olduğun yerə uyğunlaşmağa çalış. Sizin fikirləriniz, yəni bizə yüklədilən və Heç bir əziyyət olmadan necə o maddi şeyləri arzulamaq olar? Yəni siz resurslar həmin arzulara məsələsi. qarşı çıxdınız da. Yəni məsələn siz onlar insanları o şeyə təhrik eləmək olmaz, yazıqdılar. 3 kitab oxuyub sən Nietzschesən, otur evdə kimsə gəlib səni kəşf edəcək. Və yaxud da hansısa bir filmə baxdın, hə indi biz də müəyyən yaşda milyonçu olacağıq. Hamı bir-birinə milyonçu videolar atır. Siz təbliğatın qurbanına çevirirlər. Biz bunlar gəlib bu günlərim niyə bu qədər psixi pozuntular yayılıb? Son olaraq bir sual vermək istəyirəm. Mənə çox maraqlıdır bu sual. Bir insan niyə qışqıra-qışqıra danışır? Natamamlıq kompleksi, evdə onu görüb. Məsələn, adi sindromlarda və yaxud da spektr pozuntu olan uşaqlar belə gələndə, məsələn, uşaq evdə nə isə görürsə, onu 5-ə vurur. Pozuntu olan uşaqlarda isə onu vururlar 15-ə. Ya bu demək ki, ailədən gəlib. Elə gör, biz insan instinkt bir dənə də qoyun, bir stereotipi də dağıdaq burada. İnstinkt olaraq heç nə etmir. İnsan hər şey öyrənir. Hər şey öyrənir. İnsan instinkt olaraq heç nə etmir. Heç bir şey insanda instinkt deyil.
Necə yəni bir misal it gələndə 2 metrli divarı insan instinkt özündən qaçaraq qorxudan bir şey olur və onu aşa bilir. Bu insan onu öyrənməyib Orada baxır. qorxulu olan it deyil, sənin it haqqındakı düşüncəndir. Məsələn, meşədə ayı görürsən, qorxursan, düzdür? Bəli. Ayı qorxulu heyvandır. Amma 1 yaşında uşaq ayını görür və onunla oynamaq istəyir. Necə sübut edə bilərsən ayı qorxulu heyvandır? Ayı da o uşaqla oynayırıq, mənlə oynamır. Yox, oynamır. Əgər doğru getsə uşağı yeyəcək. Amma mən də ayını birinci dəfədir görürəm. Deməli, qorxulu olan ayı deyil, sənin ayı haqqındakı düşüncən. Hə, mən də o Ayını düşüncəni zooparkda yaradıram. görəndə qorxmuruq. Deməli, mühitə görə də bizim Özümüzü rahat komfortda hiss edirik. nəsnəyə münasibətimiz dəyişir və yaxud da sirkdə görəndə də ayını biz ondan qorxmuruq, amma meşədə görəndə qorxuruq. Deməli, mühit bu nə yaratdı? İnsan psixikası həmişə nədə deyirik? Mühitdən formalaşır. Sən gözləsən, deyək ki, Avstraliyada dünyaya gəlsən, oranın qaydalarına, oranın mentalına hərəkət edəcəksən. İnsan görüb götürdüyü ilə həyatın. Yəni, ona görə insan hər şey öyrənir. Təşəkkür edirik Rövşən bəy, Çox sağ olun. minnətdarıq. Var Həqiqətən olun. çox böyük bir müzakirə getdi burada. Mövzu ətrafından demək olar ki, toxunmadığımız nöqtə qalmadı. Bir çox az əvvəldə dedim, stereotipləri dağıtdınız, çox şeylər dağıtdınız. Onun əlavəsində nələr təklif etdiniz, onu izləyicilər özləri dəyərləndirəcəklər. Təşəkkür edirik bir daha.